Sizə bugün Azərbaycan ərazisində müharibədən sonraki dövrdə ən çox tapılan, ən çox rast gəlinən və eyni zamanda insanların xəsarət aldığı mina növlərindən məlumat verəcəm. Ən çox tapılan PMN-E seriyası minalardır, Ermənistan istehsalıdır. Gördüyünüz Sovet istehsalı PMN minasıdır. Bu isə Ermənistan istehsalı eyni formada hazırlanmış, amma daha ucuz materialdan hazırlanmış PMN-E seriyası minasıdır. Buna oxşar E001 minası da var, hansı ki ikisinin bir-birindən sadəcə vurucu mexanizmin forması fərqlidir. Sovet istehsalı PMN minasının içərisində 200 qram partlayıcı maddə olduğu halda Ermənistan istehsalı olan iki formada PMN-E, bir də E001M 60-70 qram arasıdır. Yəni istənilən halda bu da qurbanın ayağını qoparır, ayağını zədələyir. Bunların hər ikisi 5-25 kiloqram çəkidə işə düşürlər. Yanlış olaraq bəzi insanlarda ki, o düşüncə var ki, minanın üzərinə ayaq basdıqda işə düşmür. İnsanlar bilsinlər ki, mina elə bir qurğudur ki, üzərinə ayaq basan kimi işə düşür və yaxud tələ minalarda onun tələ məftilinə toxunan kimi işə düşür. Bunun içərisindəki mexanizm elə bir qurulubdur ki, cəmi 2 mm yer dəyişmə bəs eləyir ki, vurucu mexanizm işə düşsün. Partlayışın gücü bunun içərisindəki trotil partlayıcı maddədir. Onun detonasiyası sürəti 6500 metrdən yuxarıdır. Yəni 1 saniyədə 6500 metr sürətlə bu proses hərəkət eləyir. İnsan heç bir halda bu partlayışın sürətindən daha sürətli bir hərəkət eləyə bilməz. Bax, gördüyünüz kimi bu kiçik minalardır. Bunlar insanları öldürmək üçün deyil, gövdələri plastikdir. Bu insanı yaralamaq, şikəst eləmək, uzun müddətli zərər vermək üçün. Çünki bir şikəst olan insanın müalicə xərcləri var, reabilitasiya xərcləri var. Ona görə də minadan qorunmağın mülki insanlar üçün ən doğru yolu minalı ərazilərə yaxın getməməkdir. Təhlükə işarələrinə diqqət eləməkdir.